Novruz bayramı münasibətilə Çin Xalq Respublikasının sədri Xi Jinping Prezident İlham Əliyevi təbrik edib, təbrikdə deyilir. Hörmətli cənab Prezident, Bahar bayramı münasibətilə təbrik məktubunuza görə sizə səmimi qəlbdən minnətdarlığımı bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və xalqı adından sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Hazırda Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. Siyasi qarşılıqlı etimad möhkəmlənir. Bir kəmər, bir yolun birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir. Beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram. Sizə möhkəm can sağlığı və əmin amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram. Xi Jinping Çin Xalq Respublikasının sədri.